Salam, hər vaxtınız xeyir. Mən Azad Eyvazov. HTML dərsləri playlistinin ilk dərsinə xoş gəldiniz. Bu gün HTML haqqında qısa bir məlumat alacağıq. HTML-in nə olduğunu, necə istifadə edildiyini və nə üçün istifadə edildiyini öyrənəcəyik. Amma buna başlamazdan əvvəl sizə bildirim ki, mən 2022-ci ilə kimi videolar çəkib paylaşırdım WordPress dərsləri haqqında və ondan sonra artıq video dərsliklər çəkməməyə başladım. Və indi bu video ilə ilk dəfə yenidən qayıdıram. İnşallah ki, davamlı olar və artıq YouTube-da videoları davamlı şəkildə sona kimi çəkərəm. Deməli, biz HTML-i nə üçün öyrənirik? Gələcəkdə PHP dərsləri çəkmək fikrindəyim. Buna görə də birinci hesab elədim ki, HTML-i öyrənsək daha yaxşı olar. Nəyə görə? PHP öyrənəndə HTML-in öyrənməyimizə nə aidiyyatı var? Yəni PHP fayllarında HTML idarə edə bilirik və buna görə də HTML və PHP ilə rahat layihələr hazırlamaq olur. Buna görə də ən azı fundamental səviyyədə bizə HTML biliyi lazımdır ki, biz PHP layihələri işləyəndə içində HTML olarsa, HTML ilə də işləyə bilməyi bacaraq. Mən sizə təkcə HTML dərsləri yox, həmçinin də CSS dərsləri də keçəcəm. Və bu dərsliklərin hər biri HTML dərsləri HTML dərslikləri playlistində olacaq, CSS dərsləri də CSS dərsləri və yaxud da CSS dərslikləri playlistində olacaq gələcəkdə. İndi isə qayıdaq HTML haqqında ümumi məlumata. Əgər siz sıfırdan heç bir şey bilmirsinizsə, yəni HTML, CSS, JavaScript nədir, PHP nədir, bunları bilmirsinizsə, mənim dərsliklərimə baxaraq öyrənə bilərsiniz. HTML nədir? HTML-in açıqlaması Hypertext Markup Language deməkdir ki, yəni bu bizim dilimizə çevirsək, hipermətnlərin işarələmə dili deməkdir. Yəni HTML proqramlaşdırma dili deyil, işarələmə dilidir. Yəni biz HTML ilə heç bir funksionallıq yarada bilmirik. Sadəcə biz veb-saytın strukturunu, skeletini qururuq. Bunun üçün belə bir misal çəkim. Hamımızın binaların necə tikildiyi haqqında məlumatımız var. Binaların strukturları, yəni skeletləri belə deyək olur ki, binaların möhkəmliyini, necə görünəcəyini, yəni hansı ölçüdə olacağını və s. bildirir. Həmçinin də beton piltələri və s. olur ki, sağlamlığını artırır. Yəni binaların skeletini betondan hazırlanır. Veb-saytlarında skeleti HTML ilə hazırlanır. Binanın görünüşünə gəldikdə isə onun rənglənməsi, pəncərələrin harda olacağı, necə quraşdırılacağı, hansı dizaynda olacağı və s. bunlar da binalar üçün vacib bir şeydir ki, həmçində veb-saytlarımız üçün də bu vacibdir. Bunu isə biz CSS ilə hazırlayırıq ki, gələn HTML dərslərindən sonra CSS dərslərini keçəcəm və onun nə olduğunu və necə istifadə edildiyini bildirəcəm. Bir də bizim frontend proqramlaşdırma dilimiz olan JavaScript var ki, həmin JavaScript vasitəsilə belə bir misal çəkə bilərəm. Məsəl üçün binaya daxil oluruq, liftin knopkasına basırıq və lift bizə olan mərtəbəyə gəlir. Biz liftə daxil olub istədiyimiz mərtəbənin düyməsinə basırıq. Bu da hərəkətlilik deməkdir. Yəni hərəkətliliyi təmin etmək üçün isə JavaScript-dən istifadə edirik. İndi isə mən qısa qeydlərimi sizə təqdim edirəm ki, onun üzərindən baxıb biz HTML haqqında ümumi məlumat alaq və ondan sonra biz lazım olan proqramları yükləyib işə başlayaq. Deməli, bizim HTML ilə işləmək üçün iki şeyə ehtiyacımız var. Bir, kod yazmaq üçün kod editor. Bu, Visual Studio Code, Sublime Text, Notepad++ və s. ola bilər. Biz VS Code, yəni Visual Studio Code-dan istifadə edəcəyik. İkinci isə bizim hər birimizdə olan web browser lazımdır ki, bu Google Chrome ola bilər, Mozilla Firefox da ola bilər, Brave və s. ola bilər. Yəni əsas odur ki, bizə bir web browser lazımdır ki, biz HTML kodlarımızın görünüşünə baxa bilək. İlk dəfə HTML fayl yaradanda index.html olaraq yaradırıq və qlobalda əsasən bu cür istifadə olunur. Yəni index.html dedikdə saytın ilk açılan səhifəsi, məsəl üçün mənim saytıma daxil olursanız, tutaq ki, azadeyvazov.net, elə daxil olum mən buradan. Azadeyvazov.net-ə daxil olanda, yəni sonunda heç bir şey yazmadan daxil olduğumuz səhifə index.html səhifəsidir. Amma tutaq ki, slash, yəni əyri xətt, about yazılsa, deməli bu bir başqa səhifədir. Amma ilk olaraq domen nədirsə ona daxil olduğumuz zaman çıxan səhifə index.html səhifəsidir.
Bu da bizim saytlarımızın konfigurasiyasından asılı olaraq dəyişə bilər. Amma default olaraq indeksdən başlayan fayllar açılır. Məsəl üçün PHP faylının sonu .php ilə bitir. Index.php olsa ilk olaraq index.php-ni açacaq. Amma burada da yazdığım kimi sistem administratoru əgər lazım olsa indeks yox, Bendexə qoya bilər. Amma 99% halda bu lazım olmur. Məsəl üçün Bendex.html qoysa konfigurasiyadakı ilk açılan səhifə Bendex.php olsun. Onda index.html faylımız olsa belə, ilk o yox, Bendex.html açılacaq əgər varsa. Amma 99% hallarda lazım olmur. İndi biz kod yazmağımız üçün VS Code'u yükləməliyik. VS Code'u yükləmək üçün Visual Studio Code yazmalıyıq və ilk açılan saytda, yəni code.visualstudio.com saytından daxil oluruq. Buradan Download for Windows-a klikləyirik və bizim kompüterimizi yüklənmiş olur. Mən əvvəlcədən yükləmişəm və quraşdırmışam. Yəni onun setupında belə əhəmiyyətli bir şey yoxdur. Sadəcə setup faylına .exe, yəni .exe faylına klikləyirsiniz, next deyib, sonda yəni hazır olmuş olur. Biz VS Code'u açaq. VS Code'u açdıqdan sonra bizi belə bir səhifə qarşılayır. Bundan çıxırıq. Bizim strukturlu işləməyi də öyrənməyimizə ehtiyac var. Bunu necə izah edə bilərəm? Biz qovluqlarla işləyəcəyik. Məsəl üçün bizim dərs qovluğumuz olacaq. Bunu elə desktopda açım. Ctrl-Shift-N kombinasiyasından istifadə edərək yeni qovluq yarada bilirik. Deməli, biz burada yazırıq HTML dərsləri. Siz də yəni qovluqla işləsəz işiniz çox asan olacaq. Çünki bütün faylları bunun içində saxlamış olacağıq. HTML dərsləri qovluğunu seçdim və qarşımıza HTML dərsləri qovluğunun içi gəldi ki, hal-hazırda boşdur və biz bunun içini getdikcə dolduracağıq. Bizə nə lazımdır? İlk öncə new file eləyib index.html faylımızı yaradırıq. HTML fayllarının işləməsi üçün .html və yaxud da .htm, yəni HTML olaraq da qeyd eləyə bilərik. Hər iki halda işləyəcək. HTML fayllarının strukturuna gəldikdə isə ilk öncə kiçikdir işarəsi qoyulur. Ondan sonra məsəl üçün title yazılacaq, title yazılır və böyükdür işarəsi qoyulur. Burada Visual Studio Code avtomatik gətirdi, amma özümüzə sonradan yaza bilərik, əgər istəməsək özünü gətirməyi, amma bu bizim avantajımızdır ki, biz kod yazanda daha tez işləyə bilək deyə. Gördüyünüz kimi bizim teqimiz yarandı. Bu teqlər dediyim kimi böyükdür, kiçikdir işarəsi və böyükdür işarəsi ilə başlayıb bitir. Və iki cür teq mövcuddur. Biri başlama və bitiş teqləri, yəni bu cür. İkinci isə məsələn image-in qısaltması olan image teqini gözdən keçirək ki, fikir versəz bunun belə bir teqi yoxdur. Yəni tərs slash title olaraq bir teqlə bitməyib. Məsələn, belə bitməyib. Çünki belə teqlərdə ehtiyac yoxdur. Sadəcə məlumat bunun öz içində daxil edilir deyə ehtiyac olmur. Yəni bir bağlanış və qapanış teqi və ikinci isə sadəcə tək teqlər mövcuddur. HTML fayllarının strukturuna gəldikdə isə biz ən asan üsulla bir HTML faylının içini necə hazırlaya bilərik. Shift-ə basılı saxlayıb 1-ə bassaq, nida işarəsi gəlir və bundan sonra taba klikləyəndə artıq HTML5 strukturu qarşımıza çıxır. HTML5 HTML-in son versiyasıdır. HTML5 standartlarla işlədiyimizi bildirmək üçün də doctype HTML teqindən istifadə edirik. Yəni kiçikdir, nida, doctype, HTML. Bu HTML5 standartlarından kodlaşdırdığımızı bildirir. Qısa məlumatlara baxım. Fikir versəz bunların hamısı teqlərdir. Yəni doctype HTML teqi, bağlanış teqi yoxdur. Bunun var, burada başlayır. HTML teqinin başlanğıcı budur və sonu budur. Deməli biz burada nə fikirləşə bilərik? Bizim sayt üçün istər istifadəçiləri görsənəcək, istərsə də görsənməyəcək hər bir şeyi HTML teqinin içində, yəni burada bitir, burada hər bir şeyi qeyd eləyirik və sonda da bitiş teqi olur. Yəni bu teqlərin arasında yazırıq bütün lazım olan kodları. Saytın əsas iki hissəsi vardır ki, burada qeyd eləmişəm. Head hissəsi, veb saytın məlumatlarını yazırıq ora. Head yəni bu hissə. Biz burada veb saytımız haqqında məlumatları, başlığının nə olacağını, responsive dizayna uyğun olub olmadığını, responsive dedikdə yəni desktop, yəni kompüter üçün fərqli görünüşdə, planşet üçün fərqli, mobil telefon isə daha fərqli görünüşdə ola biləcəyini bildirmək üçün istifadə edirik. Meta char set isə bizim veb saytımızın karakter setini təyin eləyir ki, biz UTF-8 standartlarından işləyirik.
Yəni Azərbaycan dili, türk dili və s. başqa ingilis dili və s. bu dillər UTF-8-i dəstəkləyir. Biz title-ın içində dokumentin yerinə Azad Eyvazov yazsaq və bir də sizə göstərim ki, necə faylı brauzerdə aça bilərik. Onun üçün çıxırıq, bizim HTML dərsləri qovluğumuza daxil oluruq, burada açırıq. Gördüyünüz kimi ağappaq bir səhifə gəldi. Diqqətli olanlar gördü ki, yuxarıda Azad Eyvazov yazılı. Bu title tagindən gəlir. Yəni burada Azad Eyvazov 2 də yazsam və save eləyirəm. Save-i də Ctrl knopkasına, yəni CTRL knopkasına basıb saxlayıb S knopkasına basmaqla eləyirəm. Geri qaydırıq, yeniləyirik, görürük ki, Azad Eyvazov 2 olmuş olur bizim title-ımız. Bir də ki, qeyd edeyim, saytımızın hansı dildə olacağını web brauzerə bildirmək üçün lang atributundan istifadə edirik. Atribut nədir? Atribut taglərin içində qeyd edilir. Məsələn, HTML tagi, onun içində atribut lang, langin dəyəri n. Biz bunu az eləsək, az eləyəndə Azərbaycan dilində saytımızın olacağını bildiririk. Və s. head'in içində başqa şeylər də qeyd edə bilirik ki, biz gələcəkdə CSS dərsləri keçəndə, məsəl üçün belə bir link tagini yaradırıq və həmin link taginin içində CSS faylımızın yolunu bildirmiş oluruq. Onu gələn dərslərdə görəcəyik. Bir də saytımızın body hissəsi var. Body'də nəyi bildirir? İstifadəçilərin saytımızda nəyi görməyini istəyiriksə, həmin hissələri bura yerləşdiririk. Yəni, bura bomboşdur, çünki body'nin içində heç bir şey yoxdur. Mən burada Azad yazsam və save eləyirəm Ctrl S-nə, gəlib burada yeniləyirəm. Gördüyünüz kimi Azad düşmüş oldu. Yəni, istifadəçilərin saytımızda nələri görməyini istəyiriksə, body taginin içində yazırıq. Bir də sizə bir şey qeyd eləmək istəyirəm ki, HTML-də boşluqların heç bir əhəmiyyəti yoxdur. Məsəl üçün, biz burada 100 dənə boşluq qoyaq. Məsəl üçün, bu qədər boşluq qoyduq. Buradan da boşluq qoyduq. Yenə Azad yazdıq. Burada, yəni yeniləyirəm. Heç bir dəyişiklik olmur. Azad sözü yenə də eyni yerdə qalmış olur. Bunu indi geri alıram. Ctrl Z, yəni CTRL, bir də Z knopkalarından istifadə edərək mən gördüyüm işi geri ala bilirəm. Və Ctrl Shift Z kombinasiyası ilə də irəli ala bilirəm. Deməli, Azad gəldi bura. Bir də qeyd eləyim ki, sizə taglər başlanmalı və bitməlidir. Yəni, məsəl üçün, body var. Bu aşağıdakı body'ni silsəm, düzü burada xəta göstərmir. Burada da göstərməyəcək. Amma bu standartlara uyğun deyil. Məsəl üçün, body burada olmasın. Yenə də gördüyünüz kimi göstərir, amma HTML-in standartlarına uyğun deyil. Biz head-i və body-ni silsək, nə baş verəcək? Özümə də maraqlıdır, özüm də ilk dəfədə bunu yoxlayıram. Heç vaxt çünki ehtiyacım olmayıb. Gördüyünüz kimi heç bir şey baş vermədi. Konsola baxırıq. Bunları gələn səfərlərdə, gələn dərslərdə görəcəyik. Hələ ki ehtiyacımız yoxdur. Yəni heç bir dəyişiklik olmur, amma ki standarta uyğun hərəkət etməliyik ki, saytımız hər kəs tərəfindən anlaşıla bilən olsun. Amma kod editorun bizə göstərəcəyi xətalardan biri, məsəl üçün, biz tagi başlatmışıq, amma bitirmək, yəni böyüdür işarəsindən istifadə etməmişik isə, onda gördüyünüz kimi kod editoru bizə xəta verir ki, bu bağlanmayıb. Yəni /body taginin sonu olduğu üçün burada xəta olduğunu bildirir. Biz bunu yenidən daxil eləsək, özü avtomatik bitiş tagini gətirdi, amma bizim aşağıda bitiş tagimiz olduğu üçün ehtiyacımız yoxdur. Belə, ilk dərsimiz bu qədərdir. Əgər videonun faydalı olduğunu düşünürsünüzsə, videonu bəyənməyi, kanala abunə olmağı və rəy yazmağı unutmayın. Rəy yaza bilərsiniz ki, məsəl üçün sizə qaranlıq qalan bir yerlər ola bilər, ən qısa müddətdə cavablandıracağam. Və yaxud da ki, yeni təkliflər verə bilərsiniz ki, bu hissəni düzgün izah eləməmsən, belə izah eləsən və s. Yəni, bütün rəyləri mən nəzərə alıb oxuyacağam. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Gələn videoda görüşənədək. Sağ olun, salamat qalın.